Salam hörmətli izləyicilər, bugün sizlərlə olimpiada dərslərimizin YouTube versiyasını paylaşacağım. Ümid edirəm hər biriniz üçün yararlı bir videolar. Mən özüm yerli və beynəlxalq riyaziyyat olimpiadalarına hazırlaşdırıram. Azərbaycanda yerli olimpiadalarda Elfi, Elfiyin və Lütfüzadə, xarici olimpiadalardan isə istənilən xarici olimpiadalara yazıla bilərsiniz. Xarici olimpiadaların Azərbaycanda yerli təmsilçisi olan Qlobal Olimpik Senter ilə rəsmi əməkdaşlıq elədiyim üçün bütün yerli xarici olimpiadaların rəsmi silabuslarını, imtahan nümunə suallarını və s. ətraflı məlumata sahibim. İndi keçək Fermat teoremi. Bu Fermat teoreminin kiçik teoremidir. İndi yazacağım Fermatın kiçik teoremidir. Fermatın çox teoremi var. Fermatın böyük teoremi, son teoremi, kiçik teoremi. İndi bizə lazım olan natural ədədlər bölməsində Fermatın kiçik teoremi olacaq. Fermatın kiçik teoremi ədədlər nəzəriyyəsində ən fundamental nəzəriyyələrdən biridir. Yəni teoremlərdən biridir. İndi niyə görə? Onu da göstərəcəm. Bu nəzəriyyə 17-ci əsrdə yaşamış Pierre de Fermat tərəfindən irəli sürülüb. Onlara bəzən Fermat deyirlər. İngilislər Fermat deyir, biz Fermat deyirik. Yəni, əgər Fermatın teoremi də eşitsən, bir ki, yenə də bu teoremdir. Biz Fermat deyirik, onlar Fermat deyir, fərqi yoxdur. Fermat tərəfindən irəli sürülüb bu teorem və bu teorem böyük ədədlərin kiçik ədədlərə bölünməsində alınan qalığı tapmaq üçün istifadə olunan teoremdir. İndi o da necə tapmaq lazımdır? Teoremin ümumiyyətlə iki forması var. Biri işlədəcəyimiz forma əsas formadır. Bir də ümumi formasını yazacağım. Bu əsas formasıdır. A üstü P çıx 1 mod P'dir. Bu Fermatın əsas teoremidir. Bu nə deməkdir? P burada sadə ədəddir. A'dakı istənilən natural ədəddir. Amma bu çox önəmli nüans nədən ibarətdir? Çox önəmli nüans. A tam ədədi P-yə bölünməməlidir. Bu ədəd bu ədədə bölünməməlidir. Bölünmürsə artıq Fermatın kiçik teoremini tətbiq edə bilərik. Və bu teoremi daha doğrusu, bu ümumi əsas teoremini tətbiq edə bilərik. A P-yə bölünmürsə. Bölünürsə digər göstərəcəyim teoremi tətbiq edəcəksən. Mütləq şəkildə P sadə ədəd olmalıdır. Məsələn, mod 20-ni tapa bilmərsən kiçik teoremindən, mümkün deyil. Çünki 20-nə sadə ədəd deyil, 20 mürəkkəb ədəddir. Ancaq və ancaq nə olmalıdır? Sadə ədəd olmalıdır. İkinci forma, bu deyirlər ki, bunun açıqlaması. A ədədinin P çıxılsın bir qüvvətini P-yə böldükdə alınan qalıq həmişə 1-ə bərabərdir. Ümumiyyətlə, bu mod anlayışıdır, bu moduldur və bu qalığı bildirir. Yəni, bu ədədə böləndə alınan qalıq buna bərabərdir. İndi bir də əsas formasını dedik, bir də ümumi forması var. Əgər P sadə ədədidirsə və A hər hansısa bir tam ədəddirsə, onda bunun da açıqlaması budur. A üstü P, qalıq hər zaman A mod P'dir. Bu da ümumi forması. Burada artıq şərt nədir? P sadə ədəd olmalıdır. Qalan heç bir şərt yoxdur. A P'yə bölünə bilər. Problem deyil. A P'yə bölünürsə bu düsturdan istifadə. Amma bölünmürsə bu düsturdan istifadə edəcəksən. P çıxılsın bir düsturundan. İndi nümunə şəklində yazaq daha yaxşı başa düşək. Tutaq ki, deyirəm ki, çox qısa şeylərdən yazaq, birinci balaca nümunələrdən yazaq. Deyirəm ki, məsəl üçün P5-dir, P5 götürək. A-nı da 2 götürək. İndi deyirəm ki, P sadə ədəddir, teoremə görə, düzdürmü? A ədədi P-yə bölünmür. Onda demək, mən Fermatın kiçik teoremindən istifadə edə bilərəm. Həm P sadədir, həm də A P-yə bölünmür. Onda, bunda necə yazılır? 2 üstü, nə demişdik? A üstü P çıx 1. P nədir? 5. 5-dən də 1 çıxanda 4. 2 üstü 4, 1 mod
5'dən. Düzdürmü? İndi yoxlayaq görə elə alınır. 2 üstü 4 nəyə bərabərdir? 16-ya. 16. 16-nı 5'ə böləndə neçə eləyir? 3 qalır 1. Gördün? Qalır 1. Yəni teorem hər zaman doğrudur. Teoremin əgər şərtləri ödənilirsə, teorem hər zaman doğrudur. Yəni, bu rahat şəkildə tapdığı ki, həqiqətən də düzgündür. Sonra deyək ki, indi bu səfər bölünməsini götürək. Bölünürsə götürək. Tutaq ki, P5'dir, A da 10'dur. Bu sadə rəddir. Burada problem yox. Amma A nəyə bölünür? P'yə bölünür. Onda biz də demişdik ki, A üstü P mod A mod neçədən? 5'dən. Yəni 10 üstü 5 10 mod neçədən? 5'dən. İndi burada da onun özü də bölünür 5'ə. Düzdürmü? 15'ə bölünürsə tam bölünür. Onda demək bu qalıq qala bilməz. Bu qalıq qala. Onu da 5'ə bölünəcək eləyir. 2 düşür, qalıq 0'dır. Onda bu deməkdir ki, 10 üstü hər hansısa bir qüvvət 10 üstü yəni 5 ədədi nəyə bölünəcək? 5'ə bölünəcək. Bu da bayaqları bu ümumi forması idi. Burada da belə edilir. İndi gələk o böyük ədədlərə. Böyük ədədlər nələrdir? Tutaq ki, 3 üstü 2024 ədədini 3 üstü 2024 çox görünə böyüdür ədədi. 3'ü 2024 dəfə bir-birinə vurmaq lazımdır. 11 ədədinə böləndə A'nın qalığı tap. 11'ə bölündə neçə yanır? Onu tapmaq lazımdır. Bunu nə edirik? Baxıram birinci teoremə. A nədir? 3. P nədir? 11. P sadə ədəddir? Sadədir. A ədədi P'yə bölünür? Yox. Çünki 3 11'ə bölünür. Onda Fermatın kiçik teoreminə əsasən yaza bilərəm ki, A üstü P çıxılsın 1 mod P'dən. Aha, yazaq. Bu nə deməkdir? A'nın qiyməti neçədir bizdə? 3. P'nin qiyməti neçədir? 11. 11'dən də 1 çıxanda 10. 1 mod neçədən? 11'dən. O deməkdir ki, 3 üstü 10'u 11'ə böləndə qalıq hər zaman 1'ə bərabərdir. Yaxşımı? İndi 3 üstü 2024'ü hesablayaq. 3 üstü 2024'ü nə edirik? 2024'ü bölürük 10'a. 2024'ü 10'a böləndə neçə düşür? Yəni tam olaraq neçə düşür? 202 düşür. Qalığı neçədir? 4. Yəni mən 3 üstü 2024'ü bu şəkildə yaza bilərəm də. 3 üstü 2024 bərabərdir. 3 üstü 10 üstü 222 vurulsun 3 üstü 4. Bu şəkildə yaza bilərəm də, düzdürmü? Çünki 10'u 202'ye vuranda 2020 eləyir. Aralarında vurma varsa deyirdik ki, qüvvətlər nə olur? Toplanılır. 2020 ilə də 4'ün cəmi 2024 edir. Yəni yenə də nəticədə nə alırıq? 3 üstü 2024. Aha, bu şəkildə yazdıq. İndi bunu nəyini hesaplamalıyıq? X mod 11'ini. Bunun bildiği ki qalığı neçə edir? 1. Çünki 3 üstü 10'un qalığı neçədir? 1. 1 üstü 202 neçə edir? Yenə 1. Demək bunu tullayıram. Bu mənə lazım deyil. Buradan nə qalıq qalacaqsa o cavab alınmalıdır. Onda bu o deməkdir ki 3 üstü 2024'ün modu elə 3 üstü 4'ə bərabərdir. O da neçə edir? X mod 11'dən. Onu tapmaq lazımdır. 3 üstü 4'ü hesaplamaq artıq rahatdır. 3 üstü 2024 çətindir, amma 3 üstü 4 asandır. 3 üstü 4 neçə edir? 81. Düzdürmü? 81 X mod 11'dən. İndi tapaq görə 81'i 11'ə bölündə qalıb neçə edir? 81 böl 11. 8 dəfə düşmür, 88 50. 7 dəfə düşür.
Düzdürmü? Çünki neçə eləmə? 77. 4'te qalıq qalır. 4-də qalıq qalır. Bu o deməkdir ki, 3 üstü 2024 ədədinin 4 eləyir. Mod 11. Bu qədər sadə. Yəni cavab tapdım ki, cavab 4. Yəni Fermatın kiçik teoremi budur. Həddindən artıq asandır və bu da wow dərəcədə böyük bir şey yoxdur. Yəni deyim ki, yəni çətin bir şey var, yoxdur, elə bir şey yoxdur. Demək, 3 üstü 2024'ü 11'ə böləndə qalıq 4'ə bərabərdir. Şimdi bunları yaz. Fermatın kiçik teoremi. Euler teoremi 18-ci əsrdə Leonard Euler tərəfindən ispat olunmuş. Yəni, Fermat teoreminin genişləndirilmiş halıdır Euler teoremi və Fermada P sadə ədəd olmaq məcburiyyətindədir ki, biz Fermat teoremini tətbiq edək. Amma Euler düsturunda sadə ədəd olmaq məcburiyyətində deyil, mürəkkəb ədəd də ola bilər. Amma ikinci ən önəmli məsələ var ki, A ədədi ilə P deməkdir, burada N deyək. A ədədi ilə N ədədinin əbobu 1-ə bərabərdir. Yəni, qarşılıqlı sadə ədəd olmaq məcburiyyətindədir ki, biz Euler teoremini tətbiq edə bilək. Euler teoremini başa düşmək üçün biz birinci Euler funksiyasını anlamalıyıq. Euler funksiyası da, onu demişəm, Euler funksiyası deyirdi bizə ki, ədəddən kiçik və ədədlə neçə dənə qarşılıqlı sadə ədəd varsa, onun sayını bildirir funksiya olaraq. Və P ədədində P vurulsun 1 çıxılsın 1 böl A, 1 çıxılsın 1 böl B və 1 vurulsun 1 çıxılsın 1 böl C şəklində tapılırdı Euler funksiyası. Və Euler teoremində də demişdim ki, Euler teoremində o bizə lazım olacaq o funksiya. A ədədinin fi n-ci qüvvəti 1-ə bərabərdir qalır mod n-dən. Bu Euler teoremi adlanır. Burada n sadə ədəd olmaq məcburiyyətində deyil. Mürəkkəb ədəd də ola bilər. Amma ən böyük şərt əbobları, yəni A ilə n ədədinin əbobu 1-ə bərabər olmalıdır ki, mən Euler funksiyasını, Euler teoremini tətbiq edə bilim. İndi biz kiçik bir qiymətlər qoyaq və bunu tapaq kiçik ədədlər üzərində. İndi göstərək ki, həqiqətən Euler teoremi Fermatın kiçik teoreminin ümumiləşmiş halıdır. Gəl onu göstərək. Fi n. Fi n nə idi? Qarşılıqlı sadə ədəd olduqlarını göstərir. Neçə dənə? İndi n ədədinə gəl biz P ədədi deyək. Deyək ki, bu qarşılıqlı sadə, ümumiyyətlə P ədədi sadə ədəddir. Onda fi P nəyə bərabərdir? P çıxılsın 1-ə. Niyə görə? Çünki sadə ədəddən özündən kiçik hamısı elə qarşılıqlı sadədir. Məsələn, fi 7-dən 7 qoysam 6-dan olacaq. 1, 2, 3, 4, 5, 6, hamısı 7 ilə qarşılıqlı sadədə olacaq. Ona görə biz P ədədi sadədə olarsa P çıx 1 deyirik. Onda Fermatın kiçik teoremi nə idi? A üstü P çıx 1 1-ə bərabərdir mod P-dən. Elə fi P-nin yerinə P çıx 1 yazanda elə Fermat teoremi alınmadı mı? Fermat teoremi alındı. Fi-nin yerinə gətirib P çıx 1 yazdım. Ona görə həqiqətən gördük ki, Euler teoremi Fermatın kiçik teoreminin genişləndirilmiş və ümumiləşdirilmiş halıdır. Şimdi gəl biz ədəd götürək hesablayaq. 7 üstü 222 ədədinin son rəqəmini tapaq. Ümumiyyətlə, son rəqəmin tapılması ona bölünmə deməkdir. Son rəqəmi tapıramsa ona bölməliyim. Son 2 rəqəmini tapıramsa 100-ə bölməliyim. İndi son rəqəmini tapıramsa ona bölməliyim. Yəni 7 üstü 222-nin mod 10-dan qiymətini hesaplamalıyım. Baxaq. 10 mürəkkəb ədəddir. Fermat teoremindən istifadə edə bilmərəm. Amma 7 ilə 10 qarşılıqlı sadədir. Onda Euleri
tətbiq edə bilərəm. O zaman 7 üstü fi 10, çünki n ədədi 10, qalıq 1 mod 10-dan. İndi gəl biz fi 10-u hesablayaq. Fi 10 bərabərdir. 10 nəyə bərabər idi? 5 vur 2. Sadə vuruqlara ayrılışı. 10 vurulsun, 1 çıxılsın 1 böl 2, 1 çıxılsın 1 böl 5. O da mənə verir 10 vurulsun 2-də 1, vurulsun 5-də 4. Sıra getdi qaldı 4. O deməkdir ki, 7 üstü 4 bərabər deyəndə, yəni modulu 10-dan qalıq 1-ə bərabərdir. Biz hər dəfə 7 üstü 4-ü 10-a bölsək qalıq 1 olacaq. İndi 222 ədədini biz avtomatik 4-ə bölməliyik. 4-ə bölmək məcburiyyətindəyik. 4-ə də bölünsə tam düşür. 55, qalıqda da 2 qalır. Düzdürmü? İndi 7 üstü 222-ni biz belə göstərə bilərik. 7 üstü 4 üstü 55 vurulsun 7 üstü 2. Çünki 7 üstü 4 55 biz bu funksiyaya görə demişik ki a üstü n üstü m olarsa bu a üstü m vurulsun m deməkdir. Ona 4'ə 55'ə vuranda edir 220. İndi vurulsun 7 üstü 2. Bir də a üstü n vurulsun a üstü n də a üstü n plus n deməkdir. Ona görə 220-nin 2-nin cəmi 222. Bunu bu şəkildə yaza bilərik. Və biz tapdıq ki 7 üstü 4 mod onu nəyə bərabərdir? 1'ə. Onda demək 7 üstü 4 1'dirsə 1 üstü 55 yenə 1'dir. Demək biz 7 üstü 2 ədədini tapmalıyıq. 7 üstü 2'nin mod 10'unu hesaplamalıyıq. 7 üstü 2 də 49'dur. 49'u 10'la böləndə qalıq nəsə edir? 49 böl 10 bərabərdir. 4 dəfə düşür. Qalıqda da 9. Demək ki 9 qalır. 7 üstü 222 ədədinin son rəqəmi 9'a bərabərdir. Bu Euler teoreminin riyazi ifadəsi idi. İndi gəl işimizi çətinləşdirək. İşimizi çox çətinləşdirək. Tutaq ki 3 üstü 1000 ədədinin 77'yə bölünməsindən alınan qalığı hesablayaq. 77 ədədi bildirici mürəkkəb ədəddir. Amma 3 ilə 77 qarşılıqlı sadədir. Ona görə Euler teoremini tətbiq edə bilərəm. Birinci biz fi n'ni tapmalıyıq. N neçədir? 77. Fi n'ni tapsa 77'nin sadə vuruqları 7 vur 11'dir. Onda 77 vurulsun 1 çıxılsın 1 böl 7, 1 çıxılsın 1 böl 11. O da mənə verir 77 vurulsun 7'də 6, 11'də 10. Bu ilə bu ixtisar getdi qaldı 60. O deməkdir ki 3 üstü 60 1'ə bərabərdir mod 77'dən. Yəni 3 üstü 60'ı 77'yə bölsək qalıb 1 eləyəcək. Aha, indi 3 üstü 1000'ə görə hesablayaq. Biz dedik ki bu ədədin qüvvətini buna bölürük. 1000'i 60'a böləndə neçə düşür? 16 düşdü. Qalıqda da 40 düşdü. Yəni bu deməkdir ki biz nəyə hesaplamalıyıq? 3 üstü 40'ı qalığını hesablasaq 3 üstü 1000'in qalığını tapacağıq. Amma 3 üstü 40 da çox böyük bir ədəddir. Biz bunu tapa bilməliyik beləsə. Bayaqları 7 üstü 2 idi, 49'u rahat hesabladıq. Amma burada artıq böyük rəqəmdir 3 üstü 40. Burada artıq digər metoddan istifadə edəcəyik. Qüvvəti 2'yə artırmaya, qüvvəti yüksəldə gedəcəm. Bu metoddan istifadə edərək cavabı tapacağıq. Bunun indi istifadəsi necədir və necə olur? Birinci 3 üstü 1'i yazıram. 3 üstü 1. 3 üstü 1 neçədir elə? 3. 3'ü də 77'yə böləndə qalıq 3 edir də elə. Çünki 77'dən kiçikdir. Onda qalıq 3'dür. Sonra bunu kvadrata yüksəldirəm. 3 üstü 1'in kvadratı. Elir neçə? 3 üstü 2, 9. 9 da həmçinin nədir?
77-dən kiçikdir. Ona görə yenə qalıq nəyə bərabərdir? 9-a. İndi 3 üstü 2-nin kvadratı. 3 üstü 2-nin kvadratı. 3 üstü 2-nin qalığı neçə idi? 9. Ona görə 9-un kvadratı da neçə edir? 81. Artıq burada dayanıram. Çünki 81 77-dən böyüdür. 81-i nəyə böləcəm? 77-yə. Neçə dəfə düşəcək? Bir dəfə qalıqda da 4 düşəcək. Düzdür? İndi qalığını tapdım. İndi 3 üstü 2 üstü 2 neçə elədi? 3 üstü 4. İndi 3 üstü 4-ü kvadrata yüksəldi. 3 üstü 4-ün kvadratı. 3 üstü 4-ün qalığı neçə eləmişdi? 4 eləmişdi. Ona görə gəlib burada 4 yazıram yerinə. Çünki mən qalıqlarla işləyirəm. 3 üstü 4 ilə işləmirəm, qalıqla işləyirəm. 4-ün də kvadratı 16. 16 77-dən kiçik olduğu üçün elə qalıq nəyə bərabərdir? 16-ya. İndi təzədən burada 3 üstü 4 üstü 2 neçədir? 3 üstü 8. İndi burada 3 üstü 8-i kvadrata yüksəldirəm. O da mənə nəyə verir? 3 üstü 8-dən qalıq neçə qalmışdır? 16. Demək ki, 16-nın kvadratı verəcək. 16-nın kvadratı 256 eləyir. 256-nı da 77-yə böləndə 3 tam düşür. Qalıqda da 25. Mənə tam lazım deyil. Əsas qalıqlardır. İndi bu 3 üstü 16 elədi. 3 üstü 16-nı da kvadrata yüksəldirəm. 3 üstü 16-nın qalığı neçə idi? 25. Ona görə 25-in kvadratı yazıram. Eləyir neçə? 625. 625 də 77-dən böyüdür. Ona görə 625-i bir dənə də 77-yə bölürəm. Neçə düşür? 8 tam düşür. Qalıqda da 9. Düzdürmü? Aha. İndi bu elədi 3 üstü 32. 3 üstü 32 elədi bu, düzdür. 3 üstü 32 üstü 2 getsəm, çox böyük rəqəm alınacaq. Niyə görə? Çünki 3 üstü 32 üstü 2, 3 üstü 64 deməkdir də. Məndə axı neçədir? 3 üstü 40. Burada dayanıram. 3 üstü 32-nin onda qalığı nəyə bərabər oldu? 9-a mod 77-dən. Aha. İndi 3 üstü 40-ı mən bu şəkildə yazıram. 3 üstü 8 vurulsun 3 üstü 32. Əsaslar eynidir, qüvvətlər toplanır. 8 ilə 32-nin içindən 40 eləyir. İndi bunların ayrı-ayrılıqda 77-dən modlarını bilirəm. Neçə eləyir? 3 üstü 8-in modu neçə elədi? 16. Düzdürmü? Ona görə 16 yazıram. Aralarında vurma var, vururam. 3 üstü 32-nin qalığı neçə elədi? 77-dən 9. Ona görə 16-nı 9-a vururam. O da eləyir neçə? 144. 144 77-dən böyüdür. Ona görə bir dənə də 77-yə bölürəm. Bölünsün 77, 1 tam düşür, qalıqda neçə düşür? Bu o deməkdir ki, 3 üstü 1000 ədədini 77-yə böləndə qalıq 67 eləyir. Bu kvadrata yüksəldə getmə metodu çox əlverişli metoddur. Böyük rəqəmləri tapmaq üçün istifadə olunan metoddur və hər zaman da işə yarayır. Demək, Wilson teoremi. Wilson teoremi İngilis riyaziyyatçısı John Wilson tərəfindən irəli sürülmüş, daha sonra Joseph Lagrange tərəfindən 1771-ci ildə sübut edilmiş bir teoremdir. Yəni, teoremi Wilson irəli sürür, lakin onu sübut edə bilməyib. Onun sübutu Lagrange'a aiddir. İndi Lagrange'da keçəcəyik amma Lagrange da ümumi yaxşı riyaziyyatçılardan biri oldu. Aha, bu teorem bir ədədin sadə olub-olmadığını tapmaq üçün tam bir şərt irəli sürür. İndi teoremin riyazi ifadəsi necədir? Gəl onu yazaq. Bir P natural ədədi o zaman sadə ədəddir ki, P çıxılsın bir faktorial mənfi bir mod P-dən. Yəni, P çıxılsın bir faktorial
faktorial ədədini mən mod p-yə böləndə qalıqda -1 alıram. -1 nə deməkdir? -1 məsəl üçün elə bir ədəd götürək ki, bizə uyğun olsun. Tutaq ki 5 ədədinin mod 6'sını hesablayanda neçə eləyir? Mod 6'sı elə 5'in özünə bərabərdir. Çünki 5'i 6'ya böləndə qalıq 5'dir. Biz onu belə də yaza bilərik. -1 kimi də yaza bilərik. Niyə görə? Çünki 5'dən 6 çıxanını neçə eləyir? -1. Ona görə. Yəni bu -1 həm də bu deməkdir. P çıx 1 deməkdir. Mən mod P-yə görə hesablayıramsa, bu -1'dir ya da P çıx 1'dir. İndi riyaziyyatda -1 kimi tapmaq daha yaxşıdır. P çıx 1 kimi tapmırlar. Elə sadə olaraq -1 yazırlar. Yəni -1 bil ki, ədəddən özündən kiçik ədəddir artıq. Nəyisə hesabladın? Məsəl üçün 5 alındı, qalıq. Mod 6'ya görə hesabladın. Qalıq 5 yazmırsan bura, artıq -1 yazırsan. Çünki zaten o da 5'e bərabərdir. 5 deməkdir 6'dan. Aha, bu Wilson teoremidir. Wilson teoremin riyazi ifadəsidir. İndi gəl buna aid bir nümunə göstərək və göstərək ki, həqiqətən bir ədədin sadə ədəd olub olmadığını xarakterizə edən bir cəmiyyətdir. Tutaq ki, P-yə 5 deyək. P5 olsa nə olur? 5 çıxılsın 1 faktorial -1 mod neçədən? 5'dən. Düzdürmü? 5 çıx 1 faktorial neçə eləyir? 4 faktorial. 4 faktorial neçə eləyir? 24. Düzdürmü? 24'ə bərabərdir. İndi 24'ü 5'ə bölməliyik də biz. 24'ü 5'ə bölən neçə eləyir? 4, qalıqda da 4. Yəni, bura həm 4 yaza bilərəm, həm də 4 çıx 5 -1 yaza bilərəm. Gördün? P-də necə ədəd idi? Sadə ədəd idi. Həqiqətən də nə oldu? P sadə ədəddirsə, bu şərt ödənilir. Bu şərtin, bu Wilson teoreminin əksi də doğrudur. Bu da doğrudur. Yəni Wilson teoremin 2 halı da doğrudur. Amma məsələn Fermada elə bir şey deyə bilmərsən. Fermada teoremin əksi doğru deyil. Bu sadə ədədlər deyilən bir anlayış var. Onlara görə Fermanın əks teoremi doğru deyil. Çünki özünü sadə ədəd kimi aparan ədədlər var. Ona psevdo sadə ədədlər deyirlər. Ona görə Fermanın əksi doğru deyil. Amma Wilsonun əksi də doğrudur. Özü də doğrudur yəni. İkisi də doğrudur. Gəl indi baxaq. Məsəl üçün P7 götürək. P7 götürsən nə olacaq? 7 çıx 1 faktorial -1 mod nədən? 7'dən. 6 faktorial neçə eləyir? 120 eləyir. 720 eləyir, düzdürmü? 720 eləyir. 720 ədədini 7'yə böləndə neçə düşür? 102 düşür də, hə? 102 qalıqda da neçə düşür? 6 düşür. 7'yə böləndə 102 düşür, qalıqda da 6. Bura zaten qalıq yazılır. -1 elə 6 deməkdir. Çünki 6'dan 7 çıxanda -1'dir. Və biz həqiqətən də gördük ki, 7 necə ədəddir? Sadə ədəddir. İndi biz bir dənə də bunu mürəkkəb ədəd üzərində yoxlayaq ki, görəsən ki, mürəkkəb ədəddə artıq alınmır. Mürəkkəb ədəddə teorem keçərli deyil. Ancaq və ancaq bir ədədin, P sadə ədədinin sadə ədəd olduğunu, olub-olmadığını tapmaq üçün istifadə olunur bu teorem. İndi gəl bunu bir dənə mürəkkəb ədəd üzərində yoxlayaq. P ədədi məsəl üçün götürək P6. P6 mürəkkəb ədəddir, düzdürmü? Tutaq ki, mən bilmirəm də 6 mürəkkəbdir ya yox. İndi tapmaq istəyirəm ki, görüm 6'dır, 6 mürəkkəbdir yoxsa sadə ədəddir. Wilson teoremini tətbiq edirəm. 6 çıxılsın 1 faktorial -1 mod neçədən? Yəni bunu verməlidir. 6 sadə ədəddirsə, bu olmalıdır. İndi baxaq, 6 faktorial neçə eləyir? 6 çıx 1 faktorial 120.
5 faktorial, 5 faktorial 120. 120 6'ya bölünməsi eləyir. Qalır 0. Bəs qalır 5 eləməliyik axı. Çünki mənfi bir 5 deməkdir. 5 eləmədən qalır 0 elədi. Yəni teorem mürəkkəb ədədlərdə doğru deyil. Ona görə biz deyirik ki, ədədin sadə olub olmadığını tapmaq üçün Wilson teoremindən istifadə olunur. Və biz orada rahat şəkildə tapa bilərik. Niyə mürəkkəb ədədlər üzərində bu teorem işləmir? Niyə biz ancaq sadə ədədlərdə uyğundur? Onun açıqlaması fikirləşə bilərsən, düşünə bilərsən, niyə sadə ədədlərdə alınır, amma mürəkkəb ədədlərdə alınmır. Bizə niyə görə alınmır? Mürəkkəb ədədlər bölündə, yəni çünki həmişə tərkiblər olur. Mürəkkəb ədədlərin hər zaman 1 və n arasında. N-də götürdüyüm bu n ədədi də 1 və n arasında bu vuruğu olmalıdır da, düzdürmü? Çünki vuruğu olmasa o nətər mürəkkəb ədədi olur? Mürəkkəb ədədin bir vuruğu var. Ona görə qalıb hər zaman 0-dır. Mürəkkəb ədədlərdə. Çünki o iki interval arasında 1 ilə bölünənə ədədə qədər mod neçədirsə, ona qədər onlar arasında ədədin vuruğu var. Ədədin vuruğu avtomatik neyinir? İxtisar aparır, qalır 0 qalır. Amma sadə ədəd olanda, sadə ədədin bilirsən ki, vuruğu yoxdur. Sadə ədəd çünki heç nəyə bölünmür ki, sadə əddə. Ona görə demək onun qalığı olmamalıdır. Qalıq nə idi? Bölünməməlidir, vuruğu olmamalıdır. Vuruğu yoxdursa da qalıq qalmalıdır. Ona görə mürəkkəb ədədlərdə Wilson teoremi ödənilmir.